Salam əjdahalar, necəsiz? Ümid edirəm ki, hər şey ürəyinizdədir və son bir həftə şampionlara gedirsiniz ondan sonra. İnşallah ürəyiniz istədiyi nəticələriniz olar. Bu videomuzda da biz bugün sizlərlə nəyə baxacağıq? Təbii ki, bugün keçirilən OTK sınavına baxacağıq. Baxaq suallara uşaqlar. Və bir də onu xatırladım ki, bu imtahandan, yəni 24 maydan dərhal sonra bizim sürət qruplarımızı açacaq. Sürət qruplarında da həftədə 3 dəfə dərs, plus əlavə olaraq 3 dəfə canlı, əlavə olaraq nə bilim sınaqlar, seçmə suallar və s. Yəni nə gələcəksə, əlimizdən nə gələcək biz sizə eləyəcəyik, amma sizin də qalacaq şansda ballarınızı artırmaq. 070 535 35 55. Yəni nömrəyə yazıb qoşula bilərsiniz. Hal-hazırda indi də qoşula bilərsiniz. Getdiyimiz suallara getdik. Nə deyir bizə? Deyir ki, dialoqun tərkib hissəsi olan cümlədə buraxılmış durğu şərhlərinin işlənmə ardıcıllığını müəyyənləşdirin. Burada başlayan kimi nə deyir bizə? Dialoqun tərkib hissəsi. Ona görə dırnağı atırıq. Çünki dırnaqla başlamır dialoq. Bunu bilirik. Elə son günlər bizim sürət qrupunda ən çox işlədiyimiz materiallardan biri budur. Yəqin ki, bizim uşaqlar bu cümləni şaqqalayıblar. Deməli belə, əvvəlini tire qoyacaq, çünki nitqlə başlayır. Bax, nə deyir ki? Deyir, mən də bəlkə işlədiyim qayğın yəsini dilə tutub uzaqlara apara bildim deyə oğlan gülümsədi. Qarmağına iri balıq keçsə, köməyə gələrik. Aha, bəlkə, nədir? Ay sağ ol, modal söz, ara söz. Deməli, apara bildim, vergül tire deyə oğlan gülümsədi müəllim sözüdür, vergül tire. Qarmağına iri balıq keçsə, köməyə gələrik. Nəysə, tire, sonra 1, 2 vergül gəlir, sonra bir dənə vergül, 3 vergül, sonra bir dənə tire, sonra vergül, sonra tire və axırda da tire, bir dənə də vergül. Axırıncı bu vergüldür. Deməli, B variantı olacaq. Tapdıq, Evirika. Sonraki suala baxaq uşaqlar. Bax, bu biraz problemli sualdır mənə görə. İndi hər kəs bilmirəm buna necə yanaşıb, amma deməli bizə deyir, nə deyir? Deyir ki, altına xətt çəkilmiş hissələr, yəni üçbucaq və kvadrat əsasında Venn diaqramına uyğun olmayan fikirləri müəyyənləşdirin. Yəni yanlış fikirlər deyək. İndi burada düşünsək ki, bu cümlənin budaq cümləsi öncə gəlib, baş cümləsi daha sonra işlənib. Görürsünüz, nədən bilirik onu da, sasə də var elə. Deyilən sözlər ağla sığmazsa yalana bənzər. Düzdürmü? Bənzəyər deyək də, bu bənzəyər formasıdır. Üçbucağa verib ki, budaq cümlədir. Baxın, düz deyir də, budaq cümlədir. Birinci tərəf budaqdır. Sonra xəbər qeyri-qəti zamanda onu da birinci cümləyə verib, amma yalan deyir. Niyə? Çünkisini deyim sizə. Bu sığ, mı, az, sa. Gələcək zamanda qeyri-qəti gələcək. Burada da bənzəyər. R düzdür. Orada sahitini itirib, ar, ər. O da gələcək zamandadır. Deməli, bu səhv fikirdir. 2. Xəbəri nitq hissəsi ilə ifadə olunub deyir. Xəbəri. Ağla sığmazsa, bir də bənzər. Əslinə qalsa, əslində nitq hissəsi. Ortaq cəhət kimi. Mənə görə bu düz fikirdir. Amma buna bir dənə yumru qoyuram, yadınızda qalsın. Cavabın içində götürəcəyik bunu. Səhv olaraq cavabın içində götürəcəyik. Feildən deyir ki, feildə hərəkəti icra edən qrammatik cəhətdən məlumdur. Yəni, feil məlum növdədir. Bənzəyər nə edər? Sığmazsa nə? Sözlərdən söhbət gedir də, yəni məlum növdədir. Bu normaldır, ortaq cəhət kimi düz fikirdir. 5-də deyir ki, tamamlıq yönlük hal şəkilçili feil sifətlə ifadə olunur. Tamamlığa baxırıq, yalan sözü. Yalan sözdə yönlük hal şəkilçili feili sifət deyil. Feili sifət yaldan düzəlməyib ki, an şəkil artırılmayıb ki, ona görə yanlışdır təbii ki. Cümlə qrammatik cəhətdən digər cümlədən asılı deyil. Baxın, hara verib? Kvadrata verib də, düzdür? Kvadrata verib. Düz deyil də, çünki baş cümlədir axı bu. Bundan asılı olası deyil ki. Tamam, doğru. İndi nə lazımdır bizə? Lazımdır səhvlər. 2-5-i götürdük də, 2-5-i götürən kimi əlimizdə bir dənə cavabımız qalır. O da A variantı. Amma 3-ün nə niyyətlə götürürüksə, onu mən də bilmirəm. Çünki frazoloji birləşmə özü bir nitq hissəsidir. Nə bilim, götürüblər cavabda, amma yəni mən qəbul eləmirəm. Belə deyək, harayacaq dərdimizi bilmirəm orasını. Nəysə, götürək belə. Deyir ki, say işlənmiş cümləni müəyyən edin. O çox kövrək səslə danışmağa başladı. Çox kövrək. Çox burada ədatdır. Götürməyəcək cavab kimi. Çünki sifətin qabağına gəlib. Deməli, Muradın getdiyi tərəfə baxıb hiddətli bir səslə. Burada bir ədatdır. Burada da say yoxdur.
Gözlərinin qabağında çox adamlar gəlib ötdü. Çox adamlar. Adamlar sözünə aiddir. Adamların sayını bildirir. Cavab da C variantıdır. Qoşunun sayı 1'ə 5. 1'ə 5 burada zərfdir. Ümumiyyətlə 1'ə 5 sözü 1'ə 3, 1'ə 5 bunlar zərf olur. Bunlar məzmunca bir-birinə zidd anlayışlardırmı? Bir-birinə də say deyil. Götürməyəcək isimdir deyərdim o. Və nəticədə cavabı tapmış olduq. Növbəti sualımıza baxaq. 4-cü sualda nə istəyir bizdən? Cümlədə ədəbi dilin hansı norması vəhşicəsinə pozulub? Baxaq, o ara bir sözü biçik yazılacaq, sağa sola boylanaraq ətrafı diqqətlə nəzərdən keçirdi. Bir dənə səhv yazılmış söz var. Belə leksik məna pozulan bir şey yoxdur, qrammatik normalıq bir şey yoxdur. Cavab A variantı. Yalnız fonetik norma. Hansı sözün şəkilçisindən dərhal sonra eyni vaxtda iki köməkçi söz, hissəcik, yəni iki köməkçi hissəcik işlənə bilər. Bunu da belə tapmaq çətin bir şey deyil. Bilir ki, hissəciklər nədən sonra artırılır? Zaman və yaxud da şəklin şəkilçisindən sonra. Düzdürmü? Aysa, düzdür. Deməli, sən də harda zaman şəkilçisi görürsən? Bax, burada. Danışırmış, tutaq ki, danışırmışsa, belə bir şey eləyə bilərsiniz. Həm mış artırdım, həm də isəyi artırdım. Yəni, ikisi bir arada. O birlərini artıra bilməyəcəm. Səbəb, çünki onlar başlanğıc formadadır. Başlanğıc formaya hissəciyi artırılmır, cənablar. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Açıq sarı bilirik ki, sifətdir, azaltma dərəcəsindədir. Alagöz isə yenə sifətdir, amma adi dərəcədədir, mürəkkəb. Göz sözü burada isimdir. Başa düşdükmü? Əlamət bildirir yazıb açıq sarıya, bəs alagöz də əlamət bildirir də. Ona görə bu yanlışdır. Düzəltmə sifətdirmi? Harası düzəlib, nədən düzəlib onu mən də görürüm. Mürəkkəbdir, ataq getsin. Bizə doğru lazımdır. Sifətin hər sualına cavab verə bilər. Hər sualına cavab verə bilər. Tamam, necə cür hansı sualını verə bilər ikisinə də. Ortaq cəhətdir. Sifətin azaltma dərəcəsində də ortaq cəhət kimi verir. Amma bu azaltma deyil. Yalan deyil, inanmayın. Tərkibindəki sözlərdən biri isimdir. Göz sözü isimdir, ala sözü sifətdir. Birləşiblər, ala göz olub, o da sifət olub. Nəsə, bunu doğru götürə bilərik. Adi dərəcədədir, bəli. O çünki azaltmadır. Görürsünüz. Nəticədə nə oldu cavabımız? 3, 5, 6. Yəqin ki, burada səhv eləyənlər olub bu sualı. Teatr tamaşalarını oynamaq üçün Bakıda xüsusi bina yox idi. Cümləsi hansı üzvlərdən ibarətdir? Yox idi nə? Yox idi nə? Bina, hangi bina? Xüsusi, harada, Bakıda, niyə, nə üçün? Teatr tamaşaları oynamaq üçün. Burada da nədir? Heç nə. Zərflik, zərflik, təyin. Zərflik, zərflik, təyin. Zərflik, zərflik, təyin. Zərflik, zərflik, təyin. Tamam, tapdıq. Evrika. O şey oldu, bir də o isim, cisim deyən adam var idi, bir dənə. O kim oldu, ne? 7'ni tapdıq mı? Deyir ki, hansı sözün leksik mənası düzgün göstərilməmişdir, düzdürmü? Elita. Elita bitki heyvanların ən seçmə, ən yaxşı nüsxələri deyil. Elita insanların, cəmiyyətin ən ali təbəqəsidir. İdarə edən təbəqə, idarə edici təbəqə, elita. Ona görə elə variantı səhvdir, göstərilməmişdir. Xislət insan təbiətindən məxsus sifətdir, bu daha çox pis sifətdir. Ona görə düzdür, təcəssüm xəyala gətirmək, xəyalan göz qabağına gətirmək deməkmiş, bəli, pünhan gizli deməkdir, bunu da bilirsiniz. Ülfət də bir-birinə bağlanma, mehir salma, meyillənmə, nə bilim nə, belə bir şeydir. 9. Aldı görək nə dedi? Yanlış fikri müəyyənləşdirin. Deyir ki, həm sən xoşbəxt olarsan, həm də mən xoşbəxt olaram. Deyək ki, burada ixtisar olunub. Həm də olub, nə olub? Bağlanıb, həm də bağlayıcısından və tabesiz mürəkkəb cümlədir. İkinci xəbər ixtisardadır. Baxırıq. Şərh şəkli ilə ifadə olunan xəbərlərdən biri ixtisar olmuşdur. Şərh şəkli yoxdur axı. Olarsan, ardan sonra işləmiş, sən deyib, o şəxs şəkilçidir. At getsin. Tabesiz əlaqəsi cümlələr arasındadır. At getsin də elə götür getsin imiş. Səhv istəyirək, A variantı. Cümlələr arasındadır, bəli. 2 cümlə var. Sxem düz verilib, tabesiz mürəkkəb cümlədir. Komponentləri yalnız İndoneziya ilə bağlanmışdı mı? İndoneziya ilə bağlanıb mı? Yox. Bağlayıcılar var. Yalan deyir bunun. Eyni zamanda baş verən hadisələr sadalanır mı? Bəli. Eyni zamanda baş verən
hadisələrdir, bəli, bəli. Doğru fikirdir. Eyni zamanda da həm sən xoşbəxt olarsan, həm də mən xoşbəxt olaram eyni zamanda. Tərəfləri də intonasiya ilə bağlanıb dedik, onda düzdür. Nəsə ki, cavab A variantı. Düzdür yox, daha doğrusu səhv idi intonasiya. Deməli belə, yazının növləri, şəkli yazı, fikri yazı, doğru bəndləri seçin deyir. Seçək də, deməli şəkli yazı, burada bu fikri yazıdır, işarələrdir. Balıq mağazasının üzərində balıq şəkli nə deməkdir? Deyir, içəridə balıq var da. Hə, sənə balıq lazımdır, deyir. Gəl götür. Tamam. Deməli şəkli yazı budur. Fikri yazı hansıdır? Gerbin üstündəki şəkillərmi, yoxsa çörək dükanının qarşısındakı çörək şəklimi? Təbii ki, gerbdəki. 2-3 götürəcək, o da hansı variant olur? Bəli, halal olsun sənə, düz tapmışsan. Görəm orada qımışır ki, mən düz yazmışam. Tamam, getdik. Növbəti sualımız 11. Cümlələrdəki fərqləndirilmiş ifadələr əsasında cədvəldə doğru fikirləri müəyyən edin. Fərqləndirilmiş ifadələr burada gənc müəllimədir. Burada da bütün Avropanın ifadəsidir. Yəni altına xətt çəkin, bir daha diqqətinizdə olsun. Tamam, ona aid də doğru fikir götürəcəyik. Belə bir kitab yazmaq ona, yəni gənc müəllimə hələ qismət olmamışdır. Kimə? Müəllimə deyə tamamlıq əlavəli işlənib. Mən o vaxtdan Almaniya, Fransa, İtaliyanı, bütün Avropanı gəlmişəm deyir. Tamam, burada nədir? Ümumiləşdirici sözdür, həmci sözlərdən sonra işlənib. Mənanı ümumiləşdirirmi, yox digəridir. Buradakıdır o, ümumiləşdirici söz. Mənanı dəqiqləşdirməyə xidmət edirmi? Bəli, dəqiqləşdirir. Çünki əlavə nəyə deyilir? Özdən əvvəlki üzvü dəqiqləşdirən, konkretləşdirən sözə və yaxud da söz birləşməsinə. Mənanı aydınlatmağa xidmət edir, yox aydınlatmır, aydınlaşdırmır. Bu ümumiləşdirir. Adı belində ümumiləşdirici sözdür. İfadədən əvvəl bir sözlə sözlə istifadə etmək mümkündür. Bəli, Fransanı, İtaliyanı, bir sözlə bütün Avropanı. Belə deyə bilərik. Özündən sonraki üzvə aid olur. Özündən sonraki mi? Nə əlavəyə aiddir, nə ümumiləşdirici sözə aiddir. Yalandır bu. Söz birləşməsilə ifadə olunubmu? Bəli, ikisi söz birləşməsidir. Aldı görək nə dedi? 2, 4, 6 dedi. O da B dedi. Düzdürmü? Yazdıq B. Hə. Uşaqlar, buradan aşağıdan kanalımızın deməli linki var. Yox, su kanalını demirəm. WhatsApp kanalımızın. Orada qoşula bilərsiniz. Sualları PDF şəkildə oradan da işləyə bilərsiniz. Baxaq. Başlanğıc formasında verilən sözlərdən biri ad bildirən nitq hissəsindən düzəlmişdir. Yəni, ad bildirən nitq hissəsi deyəndə nəyi nəzərdə tuturuq? İsim. Bəli. Çək, çəki, çəkisiz. Axırıncı leksisdən qabağa baxırsınız. Çəki. Hansı nitq hissəsi? İsim. Kökü nədir? Feil. Feildən isim, isimdən sifat. Düzdürmü? A variantı ilə cavab. Yəni, sifət isimdən düzəlib. Çək, çəkiş feildən yaranıb. Çəkdirmək. Kökdür, ha, elə bilin ki, kökdür. Hə, çəkdirmək feildən yaranıb. Çək, çəkil, çəkiliş, çəkiliş, çəkilmək feilindən yaranıb. Çəki isimdir, amma nədən yaranıb? Çək feilindən yaranıb. Cavab. 13. Nümunədə fərqləndirilmiş sözlərə əsasən müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. Məni qanadının üstünə götür, o yer ki ahunu görübsən yetir. Götürək də. O da bizə ola əlahəddə dağ. Burada uşaqlar fərqləndirilmiş söz deyil. Burada biraz elə heç hamısı bir-birinə oxşuyur, amma mən sizə deyim burada fərqləndirilmiş buydu, o sözləridir. Diqqətli olaq o sözlərin. O yer, bir də o da bizə ola əlahətdə dağ. Kim? O. Şeydir də, bir növ, mübtəda vəzifəsindədir. Burada da işarə vəziyi təyin vəzifəsində, o yer. İndi baxaq, ismi əvəz etmişdimi? Yox. Vergüllə işlənməməsi özündən sonraki ismin gəldiyinə görədir. Xeyr, işarə vəziyidir. Özündən sonraki ismin nə əlaqə? Yanlışdır bu. Sonra buna deyir ki, ondan sonra bağlayıcı gəldiyindən vergül işlənməyib. Bəli, bağlayıcı var. Əgər bağlayıcı olmasaydı, burada vergül qoyulardı. Çünki o da bizə ola əlahətdə dağ gərəkdir, dübarə, calaq, əl-ayaq. Hə, o da kim deyək. Bu doğrudur. Mənsubiyyətə görə dəyişmir. Bu yanlışdır. Niyə? Nə işarə vəziyi mənsubiyyətə görə dəyişmir, nə şəxsə vəziyi. Aid olduğu məna növünə məxsus sözlər quruluşsa yalnız sadə olurmuş. Bəli, ikisi də. İşarə vəzilərinin hamısı sadədir, şəxsə vəzilərinin hamısı sadədir. Cəmlənə bilmir,
şəxs əvəzi cəmlənir. Onlar deyə bilərsən. Amma işarə əvəzi kimi o cəmlənmir. Bəziləriniz ola bilsin bu dediyimin axırıncı dediklərini başa düşmürsünüz. Niyə? Çünki mövzunu daha yaxşı öyrənmək lazımdır. Mən də burada mövzunu izah edə bilmərəm təbii ki. Hə, nə oldu cavab? Cavab oldu. Bizə doğru fikirlərimi demişdi. 3, 5. B. Bəli. Zərf işləmiş cümləni müəyyən edin. Necə danışırdısa, heç başa düşmək olmurdu. Burada zərf varmı? Yoxdur. Necəni götürmüsünüzsə, o zərflik ola bilər, amma zərf ola bilməz. Sual əvəzliyidir. Nə demək istədiyini azmaz anladım. Elə bu olacaq. Azmaz. Nə qədər? Azmaz. Miqdar zərfidir. Anlamaq feilin yanında. Gecə gündüzdən daha uzun. Nə? Gecə, nədən, gündüzdən. Bu isimdir. Məclisə xeyli adam da xeyli nədir? Saydı. O çox güclü idmançıdır. Güclü necə idmançıdır? Nəysə, nəticədə nə olmuş oldu? Bəli, bir variant. Keçdik növbəti 15-ə. Baxaq görək 15-də nə var, nə yox. Atalar 15-dən deyib. Müqayisə cədvəlindəki nümunələrin aid olduğu üslubların xüsusiyyətləri əsasında uyğun fikirləri müəyyən edin. Edək. Hər tərəfi su ilə əhatə olunan quru hissə ada adlanır. Bu nədir? Bu elmi cümlədir. Elmi. Burada qadan mənə gəlsin. Ay bala. Bu da məişətdir. Məişət. İndi baxaq. Dəqiqliyə, konkretliyə malik olur. Məcazi məna minimuma indirilir. Elmi üslub üçün demək olar. Funksional üslublar sisteminə daxildirmi? İkisi də daxildir. Ona görə bunu səhv götürəcəyik. Bizə də uyğun fikirlər lazımdır. Sərbəstlik əsas əlamətlərindən biridirmi? Bəli, çünki məişətdir bu. Əsasən şifahi xarakterə malikdirmi? Bəli, çünki məişətdir bu. Məişət şifahi olur. Ədəbi dil normalarına tabedirmi? Bəli, hər ikisi tabedir. Çünki funksional üslubdadırlar. Müxtəlif təzahür şəkilləri olur. Bu, bədii üslubda olur. Deməli, təzahür şəkilləri hansılar idi? Şeir dili, nəsr dili, dramaturgiya dili. Nəysə, cavab olacaq 3, 4, 5. 3, 4, 5 yoxmu? Dedim, yox, 1, 3, 4, 5. 1, 3, 4, 5. Bəli, Y variantı. Baxaq, növbəti. Hə, burada nə deyir bizə? Deyir ki, bir dəqiqə qoyuyorum. Bunu necə eləmək olar ki, bu bizə mani olmasın? Deyir ki, nümunədəki isimlərlə bağlı doğru fikir istəyir. Bir acı göynək qaldı. Göynək nə? İnsanların qəlbində çinardan. Bir həzin xatirə qaldı. İsimlərin altına xətt çəkdim. Toplu isim işlənməmişdimi? İşlənməyib də doğru fikirdir. İsimlər 4 fərqli halda işlənmişdi. Sualın cavabını yaxşı görmürük. Allah da. Deməli, toplu isim işlənməmişdi, düz deyir, işlənməyib. 4 fərqli halda işlənmişdi. Göynək, adlıq, insanların qəlbi, insanların yəlik, qəlbində yerlik, çinardan çıxışlıq. Bunu da düz deyilmiş. İsimlərdən ikisi həm hal, həm mənsubiyyət şəkilçisi qəbul edir. Burada hal mənsubiyyət qəbul edir, bir dənə qəlbindədir. Həm qəlbində, o birlərdə yoxdur mənsubiyyət. Yalnız birinin yazılışı tələffüzü fərqlənir. Göynək, qaldı, ihdir bu. Bu bir, burada 2 olur. İnsanların, burada da 2 olur. Nəysə, bunu səhv götürəcəyik. İsimlərin hamısı mücərrəddirmi? İnsan konkretdə axı, məsələn. Səhvdir bu. 1-2 varmı? Var. Doğru mu deyirdi? Doğru deyirdi. Bəli, 1-2. Deyir ki, gözləyirlər sözünün fonetik təhlili ilə bağlı yanlış fikir müəyyənləşdirin. Deməli, buraya yazıram. Gözləyirlər. Deməli, belə. İndi tələffüz təlilinə baxaq. Açıq saytlar və qapalı saytların sayı eyni deyil. Bir dənə açıq sayt var, burada da bir dənə var, 2 dənə. Amma eyni daxı, 2 qapalıdır, 2 açıqdır. Elə A variantı da, yanlışlığımı deyir, bir dənə səhv eləyərik. Bizim burada raket şeylər var, müəllimlər. Müəllimlər deyək, müəllimlər, nəsə. Təsəvvür edin, adamlar nə güdür.
Rəşad müəllim bu qədər test izah eləyir. Bədava sizlər üçün halal xoşunuz olsun. Yəni bir söz demirəm də. YouTube elə sınaq olan kimi izahını çəkib yerləşdirirəm. Buna nə qədər vaxt gedir, nə qədər əziyyət gedir öz yerində. Təsəvvür edin bir dənə sual səhv gedən kimi sülöysün burunlar oradan həmin dəqiqə gəlirlər. Hətta belə şagirdlərimdən də deyənlər var ki, müəyyən müəllimlər var ki, müəyyən müəllim demirəm, onlara bilmirəm, parazit deyim, bilmirəm nə deyim. Hə, güdürlər ki, Rəşad müəllim bir dənə səhv eləsin. Bu qədər cəmaət üçün çıxır səhv elə. Texniki bir şey gedir də, adamıq, insanlıq aldı. Bir də görsən bir şeyə fikir vermirsən. Mənim gözüm şey deyir ki, belə həmin dəqiqə hər şeyi görə. Gözdən qaçır, diqqətdən qaçır, insanlıq halı deyilən bir şey var. Onlar özləri vallahi həqiqətən də, yəni gərək insan olasan ki, insanlıq halından başa düşəsən də, düzdür? Bu şərti keçməlisən. Ona görə bir də görsən orada durublar. Gözləyirlər bir dənə texniki bir şey olsun. Bütün aləmə cər çəkirlər ki, müəllim belə izah elədi. Özüm də altına həmişə yazıram. Bir texniki qüsur olanda altına yazıram, bilirsiniz, videonun altına. Nəysə, burada cavabı tapdıq da, yanlış fikir elə variantıdır. O birlər düzdür, baxarsınız özünüz. Daha sonra deyir ki, həm kökü, həm də leksik şəkilçilik hissəsi amonim olan sözün işləndiyi nümunəni müəyyən edin. Həm kökü amonim olmalıdır. Baxın, həm də leksik şəkilçilik hissəsi. Deməli, amma bir şey də deyim, ürəyimdə qalmasın həqiqətən. O müəllimlər var ha, baxın o müəllimlər, o hansı ki videonun altında girib ağızlarına gələn bir də görsən bir texniki səhv görən kimi yazırlar. Onlar inanın ki WhatsAppda mənə onun 99%'ı o ilan dili çıxarmış kimi yalvarırlar ki, sınaqları atın mənə. Bu sınağı demirəm ha, ümumən. Məsələn, müəllim sınaq qrupuna qoşulur, sınaq qrupuna qoşulurlar, görürlər götürə bilməyəcəklər də. Qaydılar müəllim olduqlarını etiraf eləyirlər, belə dırnaq arası müəllim. Yalvarırlar ki, sınaqları atın, sınaqları neçə deyirsiniz alırıq, mən də satmıram da, konkret pulla deyil. Yəni, pulla deyil. Qoşulub işləyə bilərsən, o da müəllimsənsə götürə bilmirsən. Qalırsan belə havada. Ancaq abituriyentlər. Özümüz. Yaxşı mı? Nəysə, kökü. Həm kökü, həm də leksik şəkilçisi amonim olan. Baxırıq, Gənc İşçi qəzetində birgə fəaliyyətə başladılar. Məsələn, bir sözü amonim olar da, birgə sözü ümumilikdə amonim olmaz. Ataq geçsin. Burada başqa iş sözü var. İş sözü amonim deyil, işçi sözü amonim deyil. Başqa düzəltmə nə var? Fəaliyyət də eynən elə deyil. Bu şəhərdə dağlılara tez-tez rast gəlirsən. Dağlılara, düzdürmü? Hə, elə bunu götürək. Bax, kökü amonimdir, dağ. Sinəsinə çəkilən dağ. Bir də, nə bilim, Qafqaz dağı falan da belə deyək. Bir də dağlı sözünü başqa cür başa düşək uşaqlar. Dağı başa düşdükdə dağ amonimdir. Dağlı da amonimdir. Bir adam, dağlı adam, məsələn, burada deyir, şəhərdə dağlılara tez-tez rast gəlsən. Dağlı adamlara, yəni dağda olanlara. Amma bir tərəfdən də sinəsi dağlı adamlara tez-tez rast gəlsən deyə bilərik. Elə bir variant olacaq, burada başqa bir şey yoxdur. Digər variantlarda da hansı ki, həm kökü, həm də leksik şəkilçisi hissəsi amonim olan söz yoxdur. Cavab elə B. 19. Xitab və ara sözün ortaq cəhəti hesab oluna bilməz. Söz birləşməsi formasında ola bilirmi? Ola bilir hər ikisi. Xitab da ola bilər ara sözdə. Məna cəhətdən cümlənin məzmunu ilə bağlı olur, məna cəhətdən bağlı olur, qrammatik cəhətdən bağlı olmur. Bu doğru fikirdir. Cümlədəki işlənmə yeri sərbəstdir. Bəli, əvvəldə də işlənə bilər, ortada da, sonda da olar. Cümlənin sonunda gəldikdə özündən əvvəl vergül qoyulurmu? Qoyulur. Düzdür. Cümlə şəklində ola bilir. Bu xitaba aid deyil, ara sözə aiddir. Xəbərlik formasında olanlar doğrudur, düzdür, görünür, deyəsən, bunlar cümlə şəklindədir. Cavab Y. 20. Deməli deyir ki, yanlış fikri müəyyənləşdirin. Sizdən ayrılmayır könlümün quşu, ellərdə görürəm hər qurtuluşu. Yalnız birinci misrada hərəkətin subyekti məlumdur. Ayrılmır, nə? Könlümün quşu, iş görən var, ellərdə görürəm hər qurtuluşu, mən. Məlumdur. Məlumdur da, o görürəm də məlumdur. Onsuz görürəm sözü hərəkətin məlum növdədir. Bunu yalnız birinci misrada səhv götürəcəyik. Elə bizə də səhvi deyib deyəsən. Biri orfoqrafik cəhətdən səhv yazılmışdı. Könlümün quşu ayrılmayır. Burada səhv yazılmaq görmürəm. Ayrılmayır formasında yazmaq səhv deyil. Məncə bu da səhvdir.
Sonra deyir ki, feillərin aid olduğu şəkil zaman eynidir. Bəli, şəkil zaman içində ayrılmayır. İndiki zamandadır, görürəm. İndiki zaman olduğuna görə ikisi xəbər şəkli olur, doğrudur. Feillərdən biri hərəkətin icra edilmədiyini bildirirmi? Bəli, inkardadır, bu da doğrudur. Ayrılmayır. Hər ikisi şəxs sonluğu ilə işlənmişdir. Şəxs sonluğu, bircə dəqiqə uşağı, şəxs sonluğu ilə işlənmişdirmi? Ayrılmayır, yox, bunu deyə bilmərik. Ayrılmayır, şəxs sonluğu ilə işlənməyib. Görürəm də var, am-əm. Hər ikisi eyni şəxsə aiddirmi? Görürəm mən, ayrılmayır o. Səhvdir, fərqli şəkillərdədir. Deməli, nə olacaq cavabımız? Bizə nə istəyib? Yanlış. 1, 2, 5 variantını götürəcəyik mi? O da yoxdur, yəni. Var mı? Onda səhv götürdük. Yox, 1, 2, 5. 2-yə baxım, orfoqrafik cəhətdən səhv yazılmışdır. Tamam, ayrılmayır ola bilsin, müasir qaydada götürəndə ayrılmır olur. Ayrılmır. Əslində, mən bunu heç birini səhv hesab eləmirəm normalda. Çünki ayrılmır sözü ayrılmayır sözündən gəlib bu günümüzə qədər. O zaman olsun yanlış 1, 5, 6. Bunu doğru götürək. Tamam, onu doğru götürək. Çünki ayrılmayır dediyim kimi, yəni ayrılmır formasında indi işlənir. Amma onun ilkin variantı ilə ayrılmayır olub da, yəni belə ayrılmayır. Tamam, 1, 5, 6. Belə götürək. Bircə dəqiqə bağışlayayım. Burada düzmü elədim mən? Səhv mi elədim yoxsa yenə? Bircə dəqiqə. Hər ikisi şəxs sonluğu ilə işlənmişdir. Bir işlənməyib. Hər ikisi eyni şəxsə aiddir. Xeyr, səhvdir. Hətta, C variantı, C. Deməli belə, deyir ki, sən nə bilirsən, mən nə çəkirəm. Bu budaq cümlə biraz sizi çaşdıracaq. Amma mən son, elə biz dərslərdə bizim uşaqlar yəqin ki, yadlarındadır, bilməm, bəzilərinin yəqin ki, yadında olur. Bəziləri də buradan alıb, buradan verir, ona görə yadında olmaz. Belə cümlələr tabir mürəkkəb cümləyə çox demişdim. Məsələn, sən nə bilirsən, mən nə çəkirəm. Və yaxud da, kim bilir dünyanın axırı necə olacaq. Bax, bu cümləni işlətmişdik. Burada nə bağlayıcı söz deyil. Bura ki artıra bilirsənsə, ki. Baxın, o bağlayıcı söz deyil. Plus bağlayıcı söz olanda qarşılıq sözdə işlənir. Nə? Onun da qarşılığında ikinci cümlədə qarşılıq söz işlənməlidir. Yəni, burada baş cümlə birincidir, qısacası. Budaq cümlənin xəbəri ikinci şəxsdədir. Budaq cümlə hansıdır? İkincidir, birinci şəxsdədir o. Sxemi düz verib, tabeli mürəkkəb cümlə ilə cavab B variantı olacaq. Doğrudur. Budaq cümlə birinci deyil, ikincidir. Budaq cümlənin xəbəri feilin əmr şəklindədir. Əmr yoxdur burada. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır. Bu da yoxdur. Cavab B variantı. Sonra nə deyir bizə? Deyir ki, köməkçi nitq hissəsi əsas nitq hissəsi ilə amonimi təşkil edir. Nə çəmən olsam əgər sən sərin yağış çilərəm. Əgər də əsas nitq hissəsinin amonimi yoxdur. Məni xəlq eyləmiş əvvəlcə xuda, sonra vermiş vətənim nəşv-nüma. Burada da bir şey görmürəm. Nə payızdır, nə qışdır, bir çınar qurumuşdur. Nə? Düzdürmü? İnkar bağlayıcısıdır burada. İnkar bağlayıcısıdır. Sual əvəzi kimdə işlənə bilər? Əsas nitq hissəsi. Elə budur cavab. Məsələn, ki var burada, o əsas nitq hissəsi olmur. Burada da də var, əsas nitq hissəsi olmur. Cavab oldu nə? Hansı köməkçi nitq hissələri söz cümlə kimi işlənə bilər? Söz cümlə nədir? Sualın cavabında bəli, xeyr, hə, yox, əlbəttə, belə dedik. Məsələn, sənə sual verim. Gedirsənmi? Olmaya deyə bilmərəm. Deyəsən deyə bilərəm. Hə deyə bilərəm. Deməli deyə bilmərəm. Məgər deyə bilmərəm. Şübhəsiz deyə bilərəm. Şübhəsiz gedirəm. 2, 3, 6. Belə. 24. Səhv yazılmış sözləri müəyyən edin. Aludə. Bu səhvdir. Alu, ü deyil. Boş, bikar. Dünən yazmışıq uşaqlarla bunu, bax, yazmışıq. Çertiyoj da dünən yazmışıq. 500 söz lüğətindən, bax, neçə söz var, baxın. Mən deyəndə ki, əzvərliyim, mənə deyirsiniz ki, belə. Görürsünüz, bax, axşam sizdən soruşmuşam. Məsələn, sürət qrupunun 2-4-6 qrupundan soruşmuşam. Çertiyoj orada var idi, boş, bikar orada var idi, cızmaqara orada var idi, hələ öyrəndiyimiz hissədə. Yəni, cavabı bundan çıxartmaq olur. Deməli, boş, bikar səhv yazılıb, çertiyoj düz yazılıb, cızmaqara defisyon olmalıdır. Bu da səhv yazılıb. Nəticədə nə olur? Folklorşünas düzdür, humanizm də düzdür. Bizə nə lazım idi? Səhvlər. 1, 2, 4.
Belə. 1, 2, 4. Səhv yazılıb. 25. Deyir ki, sual cümləsi kimi işlədilə bilməyən cümlələri müəyyənləşdirin. Elə biri-bir imtahanlara ciddi hazırlaşın. Belə sual demək var adamı. Deməli, biri-bir. Çünki əmr şəklinin ikinci şəxsi uşaqlar sual cümləsinə çevrilə bilmir. Alma gözlü qız birçəkli qırat gəl. Qırat gəl deyə bilərim. İkinci şəxsdədir bu da. Bu da olmaz. Havanın yağışlı keçməsi hamını təəccübləndirirdi. Təəccübləndirirdi deyə bilərəmmi? Olar. Sabah keçiriləcək iclasa mən də gəlim deyə bilərik. Həmişə sənə inanmalıyam deyə bilərik. Bax, mən dərsdə də demişəm uşaqlara, baxın, əmr şəklinin ikinci şəxsi, fərqi yoxdur, təkcəm. Əmr şəklinin ikinci şəxsi. Sual cümləsinə çevrilmir. Yəni, cavab da 1-2-dir, həmin şeydir, 1-2. Əmr şəklinin ikinci şəxsi sual cümləsinə çevrilmir. Hansı nümunədə sintaktik əlaqənin hər iki növü, yəni həm tabesizlik, həm tabellik var. Burada belə suallarda, baxın, daha taktiki gediş odur ki, tabesizlik əlaqəsini götür, tabellik əlaqəsi özü çıxacaq da belə deyil. Məsələn, A variantında tabesizlik əlaqəsi yoxdur. Burada vergüllər bizi çaşdırmasın, həqiqətən var. Nazlı'nın sınaq nəticələri çox yaxşıdır. Burada tabesizlik, həmci söz və yaxud da tabesiz mürəkkəb cümlə yoxdur. Nuray yarışlara ciddi hazırlaşsa da, ayağı zədələndiyi üçün iştirak edə bilməmişdir. Burada da cümlələr arasında tabellik var, amma hər hansı bir tabesizlik, həmcins falan görmürük. Aran da yaylaq da doğmadı mua. Deməli, burada olacaq aran da yaylaq da, düzdürmü? Həmcins üz var, birimin götürəcək. Desə də eşitmədim, bu tabeli mürəkkəb cümlədir, bunun arasında tabellik olur. Sizdə fəzilət də var, ədalət də var. Deməli, bu da Vaqif dramından neydi onun adı? Görsəm yadımdan çıxdı. Vaqifin vəziri deyir. Deməli, burada fəzilət, ədalət, bunlar arasında həmcinslik var. Deməli, 3, 5. Buyruq sizinkidir, adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Buyruq sizinkidir, adil hökümdar. Deməli, belə, sadə cümlənin şəxsə görə növlərini nəzərə alaraq uyğunluğu müəyyənləşdirin. Qorxu adama yalan dedirdər. Dedirdər nə? Qorxu. Kimə? Adama. Nəyi dedirdər? Yalanı. Belə. İndi baxın, müftədası var. Yüzdə düz axtarma. Düzdə düz axtarma. Bu dədə sözüdür. Baxırsınız, qabağını yazım, ata sözü. Amma atalar sözü belə deyək. Təbii müftədası varsa müəyyəndir, yoxdursa ümumidir. Bu ümumidir. Burada da tapşırıqları sürətlə işlədiyimdən, işləməkdən xoşum gəlir. Xoş gəlmək, xoşum gəlir. Bunu da bir yaxınlarda uşaqlara dəfələrlə demişəm. Xoşum gəlir olanda olur şəxsiz. Xoşuma gəlir olanda olacaq müəyyən şəxsiz. Xoşum gəlir şəxsiz. İndi baxın, dərya yanında quyu qazma bir ata sözüdür. Bu atalar sözüdür, ümumi şəxsidir özü. Bunu buraya yazırıq. Sonra, dilin bəlası uzunluğundadır. Uzunluğundadır nə? Dilin bəlası. Müftədası olan atalar sözüdür, müəyyən şəxslidir. Bunu da buraya yazacağıq. Burada müftəda var idi. İşi vaxtında görərlər, bu da atalar sözüdür, ümumi şəxslidir. Bunu buraya yazacağıq. Qışın son vaxtları şəxsiz cümlədir. Şəxsiz cümləni buraya yazacağıq. Qatara vaxtında çatdılar, bu qeyri-müəyyəndir, bu heç birini yazmırıq. 1-ə B, 2-ə AC, 3-ə D. Belə, mətni də uşaqlar, baxın, oxuyun özünüz. Özünüz oxuyun, belə saxlaya bilərsiniz ekranı. Bundan ibarətdir, buradır. Mən suallara baxın. 28-də deyir ki, gölün suyunun duzluluğu okyan suyunun duzluğundan 10 dəfə üstələyir. Düzdürmü? Və nəticəsi nə olur? Nəticəsi nə olur? Burada yazıb da. Bu səbəbdən suyu hətta 10 dərəcə temperaturda belə donmur. Deyirsiniz ki, buraya yazırsınız ki, su 10 dərəcə temperaturda belə donmur. Cavab budur konkret. Suxurların tərkibindəki dəmir oksidləşir. Nəticə nə olur? Bunda cavabı axırlara yaxın idi. Bəli, axırda qırmızı deməli suyun rəngi qırmızı olur. Suyun rəngi qırmızı olur. Bax, bunu burada oksidləşməni burada verib. Sayəsində meydana gəlir. Deyir ki, göldən axan suxurların tərkibindəki dəmirlərin oksidləşməsi sayəsində əmələ gəlir. Və nəticədə oksidləşmə çox olur
Nəticədə nə olur? Suyun rəngi qırmızı olur. Aha, burada onu yazırsınız. Bax bu hissəyə onu yazırsınız dediyimi. Sonra 29-a 2-ci, 4-cü abzaslarda kontekstə görə bir-birini qarşılıq təşkil edən sözləri müəyyənləşdirin. Qarşılıq təşkil edən bu tipli suallar da düşür. 2 və 4-cü abzasları deyir. Gəlin belə baxaq da biraz daha böyük. Burada uşaqlar, bax 2 budur, 4 də budur. Bunlarda bir-birinə sinonim tipli sözlər tapacağıq. Burada başlanğıcla şəlalə öz başlanğıcını, öz mənbəyini deyə bilərik. Bunlar uyğun gəlir. Bir də burada əmələ gəlmək var, bir də meydana gəlir var. Ya mən bunları tapdım. Siz başqa şey də tapsanız şərt bölümünə yazın. Onlara da hə, yox, bəyənsən bilin ki, düzdür. Deməli, bax burada tapdıq. Başlanğıcla mənbə, əmələ gəlməklə meydana gəlmək. Sonra axırıncı da mətnin üslubu, səciyyəvi xüsusiyyəti. Bu da rahat sualdır. Mətin hansı üslubdur? Publistik. Yazırsınız, publistik. Aydınlıq, anlaşıqlıq, kütləvilik, təsirlik, qəzet dili, jurnal dili, mətbuat dilinə yaxınlıq və s. Bunları döşüyüb yazırsınız bura. Ondan sonra sizə qəşəng bal, pendir, nə desəz gəlir. Hələlik, uğurlar.